Filmlərdə romantik sevgi göstərirlər. Adətən də evlənən kimi, bir-birinə qovuşan kimi film bitir. Cəmaət da elə bilir ki, elə həyat belədir. Mən həmişə deyirəm, o evlənəndən sonra ki, aşiq məşuqdular, evləniblər, qovuşdular bir-birinə. Ondan sonraki mərhələni göstərir ki, səhər açılıb, qadın deyir, get çörək al, kişi deyir, əl çək məndən. Bunu göstərən yoxdur axı. Eşqdən danışanda onun o romantik hissəsini bəzən göstərirlər, yaxud da göstərməsələr də insanların da təsəvvüründə də yanlış olur, ideallaşdırır qarşı tərəfi, sonra təxəyyülündə qurduğu həyat tələb edir ondan, o da alınmır. Gözləntisi düz olsaydı, məsələn, səhər o deyəndə çörək al, deməli də, başlandı da, ya gözləyirdim, belə olmalıdır, başqa necə olacaq? Adam adama çörək al deyər, bir gün xasiyyət düz gəlməz, nəysə səndən narazılıq eləyər, nəysə səndən tələb eləyər, düz ya səhv, söhbət düzdən səhvdən getmir. Yəni, bu təbiidir də insanlar bir-birinin ziddiyyətləri ilə təkmilləşirlər. Ailə ilə bunun üçündür ki, onda olan nöqsana mən səbr eləyim, məndə olan nöqsana o səbr eləsin. Amma elə gəlirlər adamın üstünə ki, mən dedim, o belə elə, deyirəm, belə olurdu. İndi siz deyirsiniz ki, bütün insanlar məsum olmalıydı ki, elə ailə idarə eləməyin hünəri bundadır ki, zəiflikləri həzm eləyə biləsən. Qarşı tərəfdən gözləntin çox olmasın. Hamı öz təsəvvüründə deyir ki, həyat yoldaşım mənim istədiyim kimi olmalıdır. Bu gözlənti səhvdir. Olsa nə yaxşı, amma olmur da. İndi bu milyonlarla insan içində hamı bir-birinə istədiyinə uyğun olsa, onda necə olardı bu dünya? Elə Allah seçib ki, sənin istədiyinə uyğun olmasın ki, biraz o mən istəyirəmdən azalsın da biraz. Elə hər şeyi mən istəyirəm əsasında qurursan, bəs Allah harada vursun sənin o istəkləri? Ailədə gətirir, vurur. Ailədə gətirir, səni islah edir. Sənə elə bir adam gətirib ki, sənin o mən istəyirəmdən azad olasan o ilə həyatda. Güzəşt eləyəsən, istəyindən keçəsən. Allah bunu sənin üçün planlaşdırıb, milyonlarla içində özvə tay olanı seçib gətirib, sənin qabağına çıxardı. Ki, səni bəlkə bunun vasitəsilə adam eləsin, düzəltsin, islah eləsin. Ailə haqda gözlənti səhv olanda boşanma çox olur.